Biri var idi, biri yox idi. Uzaq kəndlərin birində 4 balaca keçi balası yaşayırdı. Onlar gəzməyi, oynamağı, əylənməyi çox sevirdilər və analarının sözündən çıxmırdılar. Günlərin bir günü onların evində qapı döyməyə başladı. Balalarımız yeniden oynamağa getdilər ki, kəndin yaxınlığında iki canavar rastlaşıb söhbət elədilər. Və beləliklə canavarlarımız balalarımızın evinə doğru hərəkət elədilər. Elə bu anda balalarımız evdə yenə həmişəki kimi oyun oynamaqla məşğul idilər. Və birdən yenə qapı döyməyə başladı. Təəssüflər olsun ki, canavarlar balalarımızı əsir götürüb öz mağaralarına aparırlar. Anamız elə bu anda evə gəlib qorxu mənzərələ tanış oldu. Anamız dəmirçinin yanına yollandı. Elə bu anda gəlin görək dəmirçimiz nə işlə məşğuldur. Oğlumu oğurladı. Boynuzumu itələ, mən də onlara dərs verim. Ne işin var? Və anamız buynuzunu itirətdirməyə getdi. Elə bu anda canavarlarımız balalarımızı öz mağaralarında saxlayıb